Bunlardır birləşdir. Çox böyüdü də bunlar. Qəşəngdir amma böyüdülər. Kes. Mehman keç. Məlik keç. Can. Müdüriyet olsa diyecektim. Sənə qurban olum. Get. Əl vurma, yox. Keç. Hə, düz get, nənə qurban. Bunlardır birləşdir. Çox böyüdü də bunlar. Qəşəngdir amma böyüdülər. Bir dənə baxın buna. Bunlar neçədir? Kim o? Bunlar mürəbbəlikdir də, qəşəngdirlər. Bunlar da qəşəngdir, sadəcə onlar mürəbbəlik deyil. 2, 3, 4, 5. 2 kilo değil, 2 kilo yaxındır bunlar. O 1.80'da bir 2. Xanımlar, bunlar görsünə qəşəngdirlər. Bunlar 1.80'dır. Niyə? Çünki hamı mürəbbəyə görə daha çox alır axı. Bunu mən birini alıram cem etməyə. Birini də alıram balaca doğrayıb bişirməyə. Biraz uyan ben olsun. Gilas neçədir? Baxacağım. Xanımlar, vişne 3.99 4 manatda. Mən keçən də bundan da etmişdim. Düzdür, başqa ərikdən də etmişdim. Bunun nektarı çox gözəl olmuşdu. Mən bu əriklərin balacasından etmişdim. 1.50 almışdım. İndi 1.10 aldım, yeşildən aldım. Çox aldım da 20 kilo. Amma belə 1.50 qəpiyə satılır. Gel çık. Kes. Vişne çoğun. Kəmli 22 mi arayla ama? Vişne çoğun. Tahtaga. Ben Ali vermeden. Gelip böyle gelip. Yok onun yok, o lazım değil. Gel kızım. Açıyorum. Aa ciğer var. Gel ciğer var, ciğer Allah. Düşürüm hey otun, ömrümcünü. Bu pazarlığa yakın aslında. Hanımlar geldik. Aldıklarımı gösterim sizlere. Belə. Bu arada xanımlar, xalçalarım hələ buradadır. Dünən yumuşamda bu xalçaları çəkmişəm. Bu videonu bu axşam sizlərlə paylaşacağım. Yükləmişəm. Bəlkə də indi gün orta açarım. Bugün ayın 15-idir. 15-idir. Səhər səsimi yazdım, yüklədim. Getdik alış-verişə. İndi çevirəcəm o tərəfini.
Belə gözəl xanımlar, nədir bunlar göstərim sizə. Bu əriklərdən mən keçən il aldım, bir yeşik belə. Aldım, dedim hələ bunun bu naturalnisini, təbii şirəsini hazırlayım görüm necə olur. Dedim pis olar da, amma o qədər gözəl oldu ki, hələ özü keçən il mən düzdür mən o lap bahalılardan da aldım. Amma bundan da bir belə səbət aldım, dedim görüm hələ necə olacaq. İnanın bunu daha çox bəyəndim. Rəngi sapsarı oldu və marketdən alırıq, necə olur belə duru. Elə oldu. Amma o bahalı əriklər var ha, onu eləyirik, süzgəcdən də süzürük, amma yenə qatı olur. Elə bil ki, uşaqlar bəyənmir onu. Hələ bunu daha çox bəyəndilər. Deməli xanımlar, kilo alanda 1 manat 50 qəpiyə orada gördüyünüzdə qiymətini. Amma belə yeşi ilə alanda 20 kilodur. 10 kilo, 10 kilo. Yeşi ilə alanda deməli 1 manat 10 qəpiyə. Mən onları TikTokda izləyirəm, elə səhər-səhər gördüm. Gördüm ki, paylaşıblar. Ona görə getdim. Xanımlar, yarpaq yenə almadım. Çünki birinci bunları aldım. Pulum az oldu. Yarpaq da 15 manat. Keçən 12 manat almadım, indi də 15 manat. Dedim, 1 kilo nəyə alım ki? Sonra bir 4-5 kilo alım. O da yan pulum yox idi. Belə, həm də dedim, əlimdə qalmasın hamısını birdən. Yarpaq belə ki, qışda da dolma bişirəndə alıram da. Bir banka məsələn. Amma bunları mən sonra qışda ala bilmirəm. Əsas bunlar da aldım. Deməli xanımlar 20 kilodur. İndi bunları sabah hazırlayacağım. Belə qalsa yumşasa da heç bir şey olmaz. Sonra 2 dənə belə aldım, böyük aldım. Əslində bunlar lap qəşəngdilər, amma mürəbbəli deyirlər də. Bunun birini düşünürəm 2 kilodan biraz azdır. 1 kilo 800 deyə 1 kilo 900 qramdır. Çəkdi. Ümumilikdə xanımlar meyvələrə, bu meyvələrə, yəni mənim üçün meyvələr aldım, evə xiyar, pomidor var, belə şeylər tərəvəz. Onlar heç bu meyvələrə bir mağazadan aldım, 45 manat 60 qəpik pul verdim. 45-60. Deməli bunun birini aldım cem etməyə, piroklarda istifadə etməyə, kurabiyələrdə. Birini də hələ keçən ildən də qalıblar, ha, tam bitməyiblər. İndi onu yay ərzində istifadə edəcəm də, kurabiyələr bişiriləndə, sonra piroklar bişirəndə. Bunları qışa edirəm. Birini də xanımlar, keçən dəfə göstərdim sizə videolarımın birində. Balaca-balaca doğrayırıq belə. Nə mürəbbə deyil, nə cem deyil də. Səhər yeməklərində piroklar da çox gözəl olur. Bunları 1.80-dan aldım kilosunu. Hardasa 4 kilo yaxındır ikisi. Bunları isə xanımlar gördüyünüzdə 2 manatdan. Çünki bunlar belə deyil də standart, eyni ölçüdədirlər də demək olar ki. Qapaq aldım xanımlar 15 kilo, 15 kilo da deyəcəm, baxacam 5 kilo yığırlar, bəzən 6 kilo olur, bəzən 5 kilo nə qədər olur. Götürmüşəm şəkər tozu, sonra belə qapaq aldım. Evdə var, hələlik belə aldım. Ağ qapaq mən sevirəm. Ağ qapaq ya da qızılı rəngdə. Yox idilər. Rəybərəng idilər. Buna da qorxdum ki, birdən ölçüsü düz gəlməz. Günah yapardı, oğlum apardı bunları qaldı. Dedim, çəkirəm, gəlsinə bunları da aparsınlar. Belə. Allah Teala hər kəsin ruzusunu yetirsin, ruzumuza bərəkət versin. Allah Teala yaxşı insanları qarşımıza çıxarsın, pis insanlar bizdən uzaq etsin. Hava da çox pis. Xanımlar həm külək, həm toz torpaq, həm bürkü, hava bürkü. Belə. Vallahi biz varlıqdan bunları eləmirik. Vallahi heç böyük oğlum gəlsə deyəcək, ay mama, bunlar nədir, yenə almışsan, gətirmişsən. Vallahi biz də nəyisə kəsirik, onu edirik, bunu kəsirik, onu edirik. Xanımlar, səbətin ikisini etdim. Belə bir aşuzəm oldu. 3 səbəti də bir tasta edəcəm, böyük tasta edəcəm. 2 səbət təmizlədiyimin təmizi 3 kilo yarımdır. 3 kilo yarım da şəkər tozu əlavə edəcəm. Mən biraz tasın içərisinə əlavə etmişəm. İndi yuduğum çiyələkləri əlavə edirəm bu şəkər tozunun üzərinə. Qalan şəkər tozunu da onun üzərinə əlavə edəcəm. Belə də bişirirlər. Bu həm görüntü olaraq yaxşı deyil, həm bu qıcıqırdar. Bunu var, görürsünüz hanımlar. Şirə də oradan dolu. Çiyələklər belə dolu-dolu görünür. Xanımların çoxunda görürəm ki, göstərirlər. Düzdür, indi baxmayaraq ki, onların tək laykı
6000, 10000 olur. Mən heç o qədər izlənmirəm, minlik keçmirəm. Amma mən yəni tərif olmasın, özüm tərif olmasın, onlardan sərgəli edirəm. Baxıram ki, bankanı indi inşallah bişirim, sabah paylaşanda göstərəcəm. Zaten hər ildə paylaşıram, görürsünüz. Bankanın yarısına qədər şir olur, çiyələrə qalxır yuxarı. Yardan yuxarı çiyələyi olur, yardan aşağı şir olur. Niyə? Çünki düzgün etmirlər. Çünki suyu, ola bir su tökürlər, görürsən mı? Su tökürlər, şirəsi çox olur. O rəhmətli anam həmişə bişirəndə mürəbbə deyirdi ki, dəni də, suyu da eynidir. Dən yəni meyvəyə deyirdilər, su da yəni şirəsinə. Yəni bir-birini tamamlamalıdır. Aşağıdan yuxarıya doğru meyvə şirə ilə eyni olmalıdır. Amma nasıl elə bişirirəm, heç izlənmirəm də. Olsun, izlənməsəm də yəni üz istərəm, nə meymunluq eləməyə gərək var, nə insan səviyyəsini düşürməyə gərək var. İndi mən tamam, kimsə məni təhqir edir, kimsə yersiz, mənasız rəy bildirir, mən onun cavabını verirəm. Bu demək deyil ki, mən necə insanım. İkincə, biz hər birimiz pisik, pis insanlıq, yaxşı insanlıq, o bizim özümüzə. Biz burada pis, yaxşı işimizi sərgəli, təmiz göstərməliyik və təbii ki, bu bir işdir. Bu qazanca doğru getdiyimiz zaman qazanmırıqsa əgər, səviyyəsizlik etməməliyik. İnsanlıqdan çıxmamalıyıq. Mən yəni izləmirəm, özünüz bilirsiniz. Belə də deyəndə cahillər səhv başa düşürlər. Yəni demək istəyirəm ki, buna rağmen mən bir sübutum da sizin qarşınızda. Mən eyni səlqə ilə də videolarımı paylaşıram. Çünki insan birinci sevməlidir gördüyü işi. Mən bu işi tək qazanc üçün eləmirəm, mən bu sevərək gördüyüm işlərdir. Ona görə mən o templə davam edirəm. Yox, tək qazanc üçün də yəni bu işə qoşula bilən, yəni bilmək olar. Olar da, yəni burada bir qəbahət yoxdur. Yəni bu qədər insanlar işləyirlər qazanc əldə etmək üçün, yəni məcbur deyirlər ki, həmin işi də sevsinlər. Bəzən insan sevmədiyi işi də məcburən gedir, görür, çünki ehtiyaclarını qarşılamaq üçün. Amma nə gözəl olar ki, gördüyümüz, yəni qazanc üçün etdiyimiz işi həm də sevsək. İndi sevmiriksə də, qazanc əldə etmiriksə də, o səhifəni, o nə bilim, kanalı bağlamalıyıq. Biz orada meymunluq etməməliyik. Bütün səviyyəsizliyimizi ortaya qoymamalıyıq. Belə gözəl xanımlar, bir ikisini dedim sizlərə belə göstərim nümunə. Çünki shorts videoda xanımlar yazmışdı. Mən orada qeyd etmişdim ki, sizə motivasiya olsun deyə keçən ilki videomu paylaşıram. Bu il hələ başlamamışam. Shorts videolar ilə keçənçilər paylaşacağım xanımlara motivasiya olsun deyə, izləməyənlər izləsin deyə. Bu il valla əziyyət çəkib shorts videolar çəkməyəcəm bu qışlıqlarla bağlı. Çünki yəni özüm izləyirəm, belə deyək də, yəni sıfır izlənmə. Kiməsə biz məcbur edə bilməliyik, gəlin bizi izləyən. Söhbət ondan gedir, daimi izləyicilərimiz deyir o başqa. Yəni niyəsə mən sosial şəbəkələrin özünün problemi var vallahi mənimlə. Elə bir məni bloklayıblar. Gül kimi videolarımı kəşfətə salmırlar. Ona görə də yəni shorts videolar qışlıq hazırlıqlarla bağlı paylaşım etməyəcəm. Ancaq keçənkiləri paylaşacağım ki, yəni kim istəyir baxsın. Sadəcə yəni kanalım üçün təbii ki yeni videolar da çəkirəm. Kanala köhnə videoları yükləmək olmaz xanımlar. YouTube cəzalandırar. Onda nə gözəl, heç kim video çəkməz, köhnə videolar götürər, paylaşır. Kanal üçün təbii ki yeni videoları da çəkirəm. Bu gün ayın 15-idir. Çəkirəm, paylaşıram. Xanımlar, bunları da təmizlədim. Bu 3 səbəti 2 aş üzərinə yığdım ki, yəni əzilməsində, həm də yuyanda rahat yuya bilim. İndi bunları da yaxşı-yaxşı yuyum. Tas əlavə edim, üzərinə şəkər tozu əlavə edim. Gedim digər 2 səbəti gətirim. Xanımlar, 5 kilo yarımdır, hazırım. 5 kilo yarımda şəkər tozu əlavə edirəm. Biraz altdan əlavə etdim. Qalanı üzərinə əlavə edirəm. Altdan əlavə edirəm ki, şirəsinin sokunu daha tez buraxsın. Dayana bilmirəm. Gedib 1 saat heç olmasa dincəlim. Gəlim qoyum mürəbbələr bişsin. Yəni o bişsin, sonra o biri bişsin, sonra bunları edeyim. Belə də.
Xanımlar, görürsünüz necə su salır, yəni öz sokunu buraxır. Doğrayıram, əlavə edirəm, üzərindən şəkər tozu gəzdirirəm. Yenə biraz doğrayana qədər bax bu cür şəkər tozu heç bilinmir də, yəni həmən sokunu buraxır. Görürsünüz? Yəni bişir də bu cür qalır. Xanımlar, bitirdim. Görürsünüz, bitirənə qədər də özünün soku çıxdı. Təmiz kilo yarım belə deyək, belə təxminini götürürəm. Kilo yarım, elə kilo yarımda şəkər tozu əlavə edəcəm. Mürəbbiyə necə, buna da elə. Həmin kilo yarımdan da 3 stəkanını əlavə etmişəm. 3 stəkan çıxacam kilo yarım, 1 kilo yarım şəkər tozundan, qalanını əlavə edirəm üzərinə. Xanımlar, götürürəm bunu, digər səbəti başlayıram etməyə. Onu da cəm edəcəm. Bir qaldı bu. Xanımlar, bunu da cəm edirəm. Təmiz kilo yarım çiyələkdir. 1 kilo 200 qram da şəkər tozu əlavə edirəm. 1 kiloya cəmə mən 800 qram əlavə edirəm. Xanımlar, birinci tastı bişir. Bəzən deyirlər ki, köpüğü yığmayın. Lap sonda tası belə tərpədin, köpük gəlir ortasına yığın. Mən onları doğru dediklərinə inanmıram. Çünki köpüğünü yığmasaq daşır. Mən yəni yığıram. Yığıram, sadəcə dedim sizlər üçün çəkim. Köpüğünü yığıram, elə əvvəldən yığıram. Mən onu yığmasam o daşarım. Təbii ki, sonda da belə tərpədirik, nə var gəlir ortasına. Yığırıq, lap sonda da salfetlə edirəm. Mən qaşıqla yığıram ehmallıca. Sonra da salfetlə edirəm, mətbəx salfeti ilə tərtəmiz olur. Yəni mən əvvəldən yığıram. Xanımlar, padvaldan çıxartdım bankalar. Bu 1 litrlik bankalar, bunlar hələ ki 30 ədəd çıxartdım. Əslində çox lazımdır mənə. Səhv xatırlamıramsa 20 kilo ərikdən əslində 40 litr çıxmalıdır. Elə xatırlayıram, amma yenə də 30 ədəd çıxartdım. Dedim ki, lazım olsa çıxartaram da yenə. Bunlar da xanımlar mürəbbə üçün çıxartdım. Bu bizim tarla yaşıl noxud gəliriq, paytaxt salatı üçün. Mən 10 bankalarda istifadə edirəm. 11 ədəd çıxardım. Mənim fikrimə görə 10 banka ilə çıxar. Amma 11 banka çıxartdım. Bu balacaları da çıxartdım. Cem üçün. Gəldi çıxardacam da yenə də sadəcə dedim, sizlərə göstərim belə. Yəni bankalara səhər yığacam. Səhər hava açılsın, işıqlaşsın. Bankaları həyətdə yuyum. Bir də bunları evə nə yaparım? Həyətdə yuyum, daşın üzərinə yığım, suyu çəkilsin. Bişirdiklərim tasda qalsınlar. Mən elə saxlayıram. Axşamdan bişirirəm, sabaha qədər qalır tasda. Səhər-səhər də rahat-rahat bankaları yuyacam. Aparıb yığacam. Xanımlar, bu birinci tastı artıq hazırdır. İkinci tastı üzərində bişir. Növbə ilə digərlərini də bişirəcəm. Bu ikinci tastı qoydum bişməyə. Xanımlar, bu tasta bişdi. Amma mən bişdiyi müddətcə 2 kasa, 3 kasa, böyük kasa köpük yığmışam. Yəni mən onu yığmasam bu daşar axı. İndi də belə qalan köpüklərini yığım, götürüm, digər tası qoyum bişməyə. Köpüklərini yığdım, yenə də lazım olsa, yəni yenə də yığacam. Belə, çox gözəl alınıblar. Səhərə qədər belə qalacaqlar, şirədə, həmən yığmıram. Bu üçüncü tastı, 2 tas mürəbbə oldu. Bu da balaca-balaca doğradığımdır. Görməyən xanımlar üçün, videonun bir hissəsindən izləyən xanımlar üçün. Görürsünüz xanımlar, deməyin ki əzilər, yox, çox da balaca doğramayın da.
Yəqin ki, mən də gördünüz də necə doğrayıram. Necə bişirirsə elə də qalır. İnanın ki, yəni dadı bir başqa olur da. Belə baxanda eyni meyvədir də. Məsələn, mürəbbəsini də bişiririk, cemini də bişiririk, bunu da bişiririk. Yəni çox ləzzətlidir. Çox, yəni yağla səhər yeməyə belə möhtəşəmdir də, möhtəşəmdir. Əslində mən bundan yeni edəcəm, bir səbət də alıb edəcəm. Kirpi pirojnası edirəm, arasına çəkirəm, sonra kremi çəkirəm. Kremli piroq edirəm, arasına çəkirəm, yeni edirəm. Nə istəyirsiniz də? Bişirin, biskvit arasına çəkin, çox ləzzətli olur. Çikislərin ortasına, xanımlar. Çox ləzzətli olur. Balaca doğranıb bişirilmiş çiyələkdir də. Harada istəsək, zövqümüzə görə istifadə edə bilərik. Xanımlar, artıq hazırdır. Düz yarım saat. İndi mən 2 kilo edirəm də. Tutaq ki, biraz çox edəndə 3 kilo, 4 kilo, bir 35 dəqiqə. Çox yox. Çox edəndə sonra qatı olur. Belə qatı cemlər olur, onun kimi olur. Lap elə olmasın da, yəni. Təbii ki, duru da olmasın, qıcqırar. Amma qatı da olmasın. Bu da hazırdır. Bankaya yığdıqdan da sonra bankanın üzərində əgər olursa yığıram. İndi cemi qoyuram bişməyə, xanımlar. Artıq 3 tasda bişir. 2 tas mürəbbə, 1 tas belə. İndi cemi qoyuram bişməyə, amma inanın ki, halım yoxdur, onu çəkməyəcəm. Cemdir də. Şəkər tozunu tökmüşəm. 5 dəqiqə, 10 dəqiqə qaynayandan sonra blenderdən keçirəcəm. Çox da qatı götürmürəm mən onu. Biraz duru götürürəm də, zaten görmüşsünüz piroqlarda, kurabiyələrdə. Bu arada xanımlar, artıq hava işıqlaşıb, düşürəm həyətə, ona görə cemi tez edirəm, çəkmirəm ki, düşün bankaları yuyum, bankaları həyətə yığmışam. Axşam, deməli, mən bilirsiniz yatmıram, dünən axşama doğru 2 saat getdim, dincəldim, bunların hamısını şəkər tozu üzərinə gəzdirdim, getdim, dincəldim, heç bir şey də olmur, səhərə qədər də qala bilər. Sonra da durdum, belə də, elə o iş, bu iş, yəni bunlarda bişirməyim, artıq hava işıqlaşır. Quşdan da səsini eşidirsiniz. Təbii ki, evdə hər kəs yatıb, hələ heç oğlum işə getməyib, saat 6-da o gedir, evdən çıxır, heç o qalxmayıb. Yəni də sabah doğru gedir, hava işıqlaşmaq üzrədir, belə. Heç nə, cemi də qoyum, tez həll edim, düşürməyə də bankaları yiyim. Allah təala canımızı sağ etsin, kimsəni kimsəyə möhtac etməsin, yük etməsin. Möhtaclığımız Allaha olsun, kimsəyə yük olmayıq, cövlatlarımıza yük olmayıq. Bu dünya belədir, belə gəlib, belə gedəcək insanlar. Çox pisdilər, çox pisdilər. Ona görə hər zaman deyirəm, insanların 99% pisdir. Bunların içərisində kişi də var, qadın da var, qaynında da var, ana da var, oğul da var, qız da var, gəlin də var, qonşu da var, qohum da var. Ümumiyyətlə, insanların çoxluğu pisdir. Siz diqqət edin də, pis bir şey görürsünüz, nə qədər insan izləyir. Çünki hər kəs özünə doğru insanlara meyl edir, özlərinə uyğun insanlara meyl edir. İnsanlar məcbur edirlər ki, xanımlar, bizi aldadın. Aldadın, sizi çox istəyək. Mən bu qədər doğru düzgün. İndi bəziləri də gəlir, yazır, hər şeyiniz yaxşı, amma çox danışırsınız. Yəni, bu nə qədər etikdir, onu yazmaq ki, çox danışırsınız. Çox danışıram, izləməyin. Bir dünənki videoda rəylərinizə baxmışam, hələ cavab verməmişəm. Nə qədər danışdın sən? Bu mənə yaraşmaz, bu bir qarğış deyil. Sadəcə olaraq, nə bileyim, yaşadığımı yaşayın, siz sonra çox danışmayacaqsınız, siz intihar belə edəcəksiniz. Mən güclü qadınam ki, hər şeysinə gələrək belə qalmışam. Yəni ki, ağzınızdan murdarlıq tökülür o cür insanlar. Yəni, o cümləni yazmasanız, dünya dağılar mı? Nə qədər çox danışdınız. Biz video paylaşıramsa danışmalıyam da. Hər başına parça bağlayan hicablı deyil.
hər namaz qılan dindar deyil. Mən ümumiyyətlə həqiqi dindarın, həqiqi namaz qılanın yanlış insan ola bilməz. Ona görə mən hər kəs deyir ki, namaz qılıram, heç mən ona inanmıram, o namaz qılır. Namaz insanı doğru yola döndərir, namaz insanı islah edir, namaz insanı düzəldir. Bəs bu insanlar niyə düzəltmir? Hər müsbət rəy yazan izləyicidir, o demək deyil, yaxşı insandır. Bu, yəni yaxşı xanımlara mənə yazan hər xanıma aid deyil ha. İzləyici var, görürsünüz, müsbət rəy yazır. Tamam, təbii ki, mən tənqid edə bilər. Amma gəlir, elə bir sənə toxunur ki, o bütün yazdığı müsbət rəylər heçə gedir. Demək ki, hər müsbət rəy, necə ki, insan var, dili güya şirindir də, xoş sözlər deyir, amma əslində elə deyil. Yəni, ona görə, yəni, insanlar, insan övladı qədər, yəni, pis varlıq yoxdur bu dünyada. Deyir, o dünyada şeytan belə məhdəl qalacaq. Hər kəs şeytanın boynuna atacaq hər şeyi. Şeytan deyəcək, eləmə, siz mənim dostlarım mı idiniz? Mən sizlərin yolunuza nə çıxmamışam, nə sizi yolunuzdan döndərməmişəm. Mən yaxşı insanların yoluna çıxırdım ki, onlar yaxşı yoldadır, onları pisə döndərim. İndi döndərə bildiyimi, imanı zəif olanı döndərirdim. İmanı zəif olmayanı döndərə bilmirdim. Siz elə mənim dostlarım idiniz. Siz elə zaten pis yoldaydınız. Nəsə, mən çox danışmam, narahat olanlar izləməsinlər. Mən içimdən necə gəlir, ürəyimdən necə gəlir, elə danışıram. İstəməyən izləməsin. Xanımlar, sabahınız xeyirli uğurlu olsun. Düşmüşəm həyətə, bankaları yuyam. Xanımlar, çəhrayı rəngdə gülləri o qədər sevirəm ki, bir ağ rəngdə, bir də çəhrayı rəngdə olan gülləri çox sevirəm. Görün nə gözəldilər. Bankaları belə yudum, yığdım. Daşın üstü qara görünə bilər, amma tərtəmizdir. Həm də götürüb silirik də. Komport edəndə, xanımlar, tutaq ki, hər hansı bir komport edəndə, heç onda bankaları mən silmirəm. Bankanın üzü üstə çevirirəm, aystrezovat, nə bilim, heç bir şey etmirəm, xanımlar. Yuyuram, üzü üstə qoyuram. Sonra meyvələri doldururam, içərisinə qaynadıram. Çox da gözəl olurlar. Amma bu, şirə əlavə edəcəm axı bunun içərisinə. Ona görə bu bankaları mən dəsmalla silirəm. İçərisinə dəsmal salıram, təmiz ağ dəsmal. Belə uzun bir qaşıqla da belə edirəm, tərtəmiz quruluyuram ki, sonra hazır şirələr bunların içərisinə doldurub bağlayırıq. Yəni silinir də, tərtəmiz daşdır, heç də yoxdur. Belə. İndi bu bankaları aparıram, siləm. Mürəbbələri yığam, çiyələk mürəbbəsini. Sonra buna da bu 4 dənə balaca bankada cemi yığam. Sonra evdə də var. Bankalar balkonda. Onlara da balaca doğramışım, onu yığam. O tərəfə keçmirəm, xanımlar. Bunlar da qazanlardır, aşüzəndir. Bunları indi əriyi yuyacam. Xanımlar, əriyi də bura qoymuşam, bura kölgədir. İstədim belə də göstərim sizlərə. Tasları yığmışam. Cem yer yoxdur, o soğan üzərindədir. Ortasına görürsünüz günəşin işığı düşür. Amma digər hissəsinə kölgə düşür. Ona görə tam rəngini göstərə bilmirəm sizlərə. Kənarları da bilirsiniz də xanımlar, bişəndə belə qaynayır, qalxır, ona görə elə oluyor. Sonra əslində sərgəsizliyi sevmirəm. Görürsünüz, o ortasına ki, günəş şüası düşürək. Baxın, o rəngdədir, çox gözəldir. Bankalara yığanda yenə qarışdıracam, ortasında yenə nə köpüyü varsa yığacam. Bu arada da xanımlar, yəni aləm qarışıb bir-birinə, digər bankalar həyətdə, sonra əri orada qalıb, bunlar burada. İndi hələ bunları yığacam, nə qədər
çömçə bulaşacaq, padnos bulaşacaq, əski bulaşacaq, yəni batacaq da. Sonra bu tasların yuyulması var. Yəni bütün bu qarma-qarışıqlığa rağmen mən burada gəlinim üçün paştet hazırlayıram. Ürək istəmişdi, mən də hazırlayıram. Deyirəm, amma başqası edəndə dadlı olur da. Yəni adam öz edəndə iyi vurur, sən edəndə dadlı olur. Gəlinim üçün. Xamurda 400 qram ciyərdir. Deməli, həmişə alanda 18 alırdım, bu dəfə 17 manat idi. 400 qram harca 7 manata yaxın elədi. İndi bu qalsın bir saata qədər qalsın. Suda öz belə də deyək, qanını falan buraxır. Onun üçün mən bunları yığım bançalara. Ondan sonra ciyəri qoyacam bişməyə. Ciyər bişəcək. Bir dənə kök qoyacam bişməyə. Bir dənə yumurta qoyacam bişməyə. Sonra bir dənə soğan gətirib doğrayacam. Yəni bu qədər işin arasında hələ əriyi etmədən öncə bunları hazırlayacağım, maşından keçirəcəm. Paşketi hazırlayıb qoyacam ki, mənim gəlinim axşam yesin. Bu arada gəlinimlə də nəvəm hələ yatıblar. Yəni ki, indi deyərlər ki, belə, mən də yatımda gəlinim işlərini görür. Burada nə var ki, biz, bəs ana-bala belədir də, ana-bala budur. Ana-bala olmaq bu olsa gərək, döşlər demişkən. Hər doğma, biyoloji olaraq ana-bala olan da ana-bala olmur. Başa düşürsünüz? Tək uşağı dünyaya gətirmək deyil, ona yaxşı, yəni arxasında olmaq lazımdır. Bax, heç mən, inanın ki, gəlinim oğlumu yola saldı, zorla dedim ki, günə, deyil yat, sən yatan baxın. Mən də yatanda sən durub iş görürsən də, nə olacaq ki? Belə, heç bunları da qoymayacam ki, gəlinim qalırsın, gəlinim duranda yusun. Yuyuram, mən, yəni işdən qorxan insan deyiləm, rəhmətli anam demişəm. Tək insanın canı sağ olsun, insan iş görsün, nə var ki burada? Bu arada maşın da orada işləyir, paltar yuyan maşın. O bitəndə qab yuyan maşın qoşacağım. Orada ət çıxarmışam, həm tikət, həm sinəti. Yəni bunlar niyə deyirəm? O gəlib ağıl verənlərə deyirəm ki, yəni iş insanı öldürmür. Burada görürsünüz, tikət də çıxarmışam, sinət də çıxarmışam. Eyni anda edəcəm. Orada ciyəri qoyacam pişməyə, orada kökü qoyacam pişməyə, yumurtanı qoyacam, orada əti qoyacam. Yəni iş insanı öldürmür. İnsan gəldiyindəki o qaralıqlar insanı öldürür. İnsanı geri salır. Sevməyi, sevilməyi, hörmət etməyi, yəni bu hisslər gözəl hisslərdir, mənəvi hisslərdir. Bu hisslər içinizdə aşılayın, valla. Əgər həqiqətən həyatda sevə bilsəz, birinci həyat yarınızı, həyat yoldaşınızla sizə həyatda yoldaş ola biləcək, bir ömür sizinlə addımlaya biləcək bir insanı tapsanız, yəni maddiyyat xatirinə yox da, fikriniz qalıb maddiyyatda, mənəviyyatlar arxa planda qalıb. Amma insana zövq verən mənəviyyatdır, maddiyyat deyil. Yəni bir kərə sevə bilsəz, o sevginin nə olduğunu bilsəz, o sevgini dada bilsəniz, yəni bir ömrə bərabər gözəl duyğudur. O duyğuya xatir bütün həyatı yaşayırsınız siz. Sevgisizsiniz ona görə. Ayrıca da insanlara qarşı da sevginiz olsun. İnsanları sevin, gəlinlərinizi sevin, övladlarınızı sevin, qonşunu sevin, qohumu sevin. Təbii ki, bizə pislik edən insanlarla məsafə saxlayırıq, biz buna məcburuq. Amma pislik etməyə heç kimi. O insanlar ki, layiq deyil, üst-üstdən biz yaxşılıq edirik, amma onlar layiq deyirlər, bizi hələ aşağılayırlar, neyirlər? Onda təbii ki, məsafəni saxlaya bilərik, amma pislik etməmək şərti ilə. Kimsə tənqid edə bilərik, kimsə yaxşı mənada, yəni ibrətamiz mənada, ibrətlik vermək mənasında qınaya da bilərik. Bunlar başqa şeylərdir. Amma insanları sevməmək və yaxud da sevmək də bir başqa duyğudur. Nəysə, mən işlərimə davam. Xanımlar, ciyəri qoydum, bişdi, kök bişdi. Yumurtanı da qoymuşam, soğan üzərində də bişir. Soğanı qızardım, kökü ciyər üzərinə əlavə edeyim. Bir 15-20 dəqiqədə elə az ateşdə bir yerdə qovrulsunlar, pişsinlər. O arada da digər, yəni paralel olaraq digər işlərimi görürəm də eyni zamanda. Sonra söndürüm, soyumaqda olsun, ona üçün mən digər işlərimin hamısını bitirim. Götürüm maşından keçirəm, paşteti də edim.
Xanımlar, bunlar mənim mürəbbələrimdir. Yaxından da göstərəcəm. 10 dənə banka alındı. 3'ü buradadır. İndi o tərəf qoyacağım ora. Sadəcə belə çəkirəm ki, yəni görəsiniz. Çox gözəl alınıblar. Üzərlərinə də xanımlar, bəzən heç qoymuram, amma bəzən də qoyuram. Keks qabların içərisinə qoyuruq kağızlar, onlardan qoyacağım. Görürsünüz necə gözəldir. Sadəcə evdə o görüntünü almaq olmur da. Nə qədər də yığıram, yenə balaca burada görürsünüz, köpüklər qalıb, bunlar yığacam. Mən hər zaman bankaları gətirib açanda göstərirəm də sizə. Açıram, heç bir şey olmur, tərtəmiz olur. Amma hər ehtimala qarşı belə kağız qoyanda, istər-istəməz qaralma falan olanda bunun üzərində olur. Nəsə olanda da belə. Bunlar sadədir də, bunlar ucuzdular. Nə bilim 100 dənəsi ya 50 dənəsi 40 qəpiyə. Mən alıram bəzəkli keks falan. Süfrəyə verməyə, belə sunum etmək üçün, onlar baha olur. Onlar məsələn, deyəsən 1 manat olur, o az olur. Nə bilim 30 dənə olur, neçədən olur 1 manat. Amma bunların 50 dənəsi, bilməm 100 dənəsi 40 qəpik. Bilmirəm də, bu da məndə bir adətdir ki, dolu olmalıdır. Gördünüz xanımlar. Belə. Belə. Deməli 7, 3 də bu 10 xanımlar. Birdən də belə. Çox gözəl alınıblar xanımlar. Yorğunam və həvəsim olmadı aparam həyətdə tasları. Günəşin işığında sizə göstərim rəngini. Çox gözəldir həqiqətən. Bunlara da kağız qoyuyorum xanımlar. Görürsünüz. Mənim rəhmətli yanım, videolarımda demişim. O vaxt. Deməli, uşaqlar ki, məktəbə gedəndə dəftər olur, da məktəbli dəftəri. Həmin dəftərlərdən kəsirdi, bankanın qapağını qoyurdu, qapağın ölçüsünü belə qələmlə izləyirdi, o cür kəsirdi, qoyurdu bankaların ağzına. Balaca bankalara da bu cür balaca. Xanımlar, Allah bərəkət versin, hər birimizin ruzusuna bərəkət versin. Bu qədər. 10 dənə belə banka, bir dənə də balaca banka. Ağızlarına kağızları da qoydum, bağladım, qəşəng. İndi digərlərini də sizlərə göstərim. Mən bunları yığışdırım, qoyum salona stolun üzərinə. Sabah aparıb həyətdə çəkəcəm, padvala aparıb qoyacam. Bunları yığışdırım, qoyum salona stolun üstünə. Gəlinim üçün paşteti hazırlayayım. Gətirim maşınla keçirim, hazırlayayım, qoyum soyuducuya, mən də keçim otağıma. Əri axşam çarı eləyəcəm. Gedim, həm biraz dincəlim, dincələ də elə montaj eləyim. Xanımlar, bunlar da cemdir.
Xanımlar, yemək bişir. Ona görə aspiratorun səsi də gəlir. Videoda çox belə gür gəlir. Belə narahat edici gəlir də, belə yorucu daha doğrusu. Amma ki çox zaman onu söndürürəm. Sizə nəyisə təqdim edəndə səsi kamerada pis düşməsin. Amma indi buxarlanır yemək ona görə. Bunları da bağlayım. Xanımlar, bunlar da balaca doğrayıb bişirdiklərim. Deməli 5 belə banka alındı. Bir dənə də balaca banka. Belə balaca banka. Amma rəngini görürsünüz necə gözəldir. Çox gözəldir. Görürsünüz. Biraz da koydum, Məlik yedi. Bir de bu. Məliklə Günay yedilər, bir de bu. Hanımlar, bunları Günay padvaldan getirdi. İndi koyuram bunları soyuducuya, buz kimi qəşəng. Reyhan komportudur hanımlar. Bu isə hanımlar çiyələyin şirəsidir. Necə ki əriyin şirəsini hazırlayıram, şaftalan şirəsini hazırlayıram. Bu da çiyələyin şirəsidir. Keçən dəfə də sizə göstərdim. O da deməli albalının şirəsi idi. Albalının da şirəsini edirəm, çiyələyin də şirəsini edirəm. Yəni bu dəfə etmədim. Əslində etmək istəyirdim, fikrimi dəyişdim nəsə. İndi inşallah yeni hazırlayacağım. Yəni çiyələk alanda hazırlayacağım. Çiyələyin komfortunu, belə şirəsini. Bunları qoyuram soyuducuya. Görsünüz, yəni çox bağlamışıq, indi də içirik də. Qoyuruq buz kimi içirik də. Nə yeyirsən mən? Sənə qurban olum. Balam qoz ləpəsi yeyir, xanımlar. Sənə qurban olum. Xanımlar, birinci qoz ləpəsi bu qədər. Maşından keçireyim. Sonra ciğeri, kökü olar maşından keçireyim. Yaxşı. Sənə qurban olum. Bu qədər. Qoz bu qədər. Elə göz yarı götürürəm. Vur, vur. Hanımlar, 3 dəfə maşından keçirtdim, onda yaxşı olur. 2 dəfə də keçirə bilərik. Amma 3 dəfə keçirəndə səliqəli olur. Qozu da əlavə elədim. Bu qədər də göz yarı yağ əlavə edirəm. Ki, qarışdıranda bir-birinə yumuşaq olsun da, yəni stresin üzərinə yayılsın. Belə bir-birinə yapışsın, belə deyək. Xanımlar, paştet də hazırdır. Qoyuram soyuducuya. Bir neçə saat özünü tutsun, yəni kəsib yemək olar. Moşicanla Günay yeyər. Mən elə burada sizlərlə sağollaşıram. Allah amanında qalın, Allah əmanət olun. İnşallah gələn videoda görüşənə qədər. Yəni ərikləri də axşamçaq sərində edəcəm. Gedirəm dincələ və dincələ də montaj edəm ki, videomu bugün izləyəsiniz. Hələlik gözəl xanımlar.